Yazıya pozu yoxdur deyirlər. Yaxşı ya pis, nə yazılıbsa qalasıdır. Bəhs etdiyimiz mövzular günümüzün yazılarıdır. Gəlin birgə yozaq, həqiqətə daha yaxın olaq. Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü həmsöhbətim Real Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərlidir. Natiq bəy, xoş gördük. Xoş gördük. Bir vaxt Brejnevin bir məşhur kəlamı var idi. Deyirdi, çörək olsa mahnı dolar. Gəldi elə bundan bir söhbətə başlayaq ki, xalqımızın çörək sarıdan vəziyyəti necədir? Çox yaxşı və maraqlı, ətraflı sualdır. Əslində bizdə çörək anlayışı da fərqlidir də. Bizdə çörək tək çörək demək deyil. Çörək həm də dolanışıq deməkdir, güzaran deməkdir. Tamamilə doğru. Ona görə də bu qlobal baxsaq bu məsələyə, son zamanlar, əsasən də pandemiyadan sonraki dövrdə Azərbaycanda iqtisadiyyatın zəiflədiyini görürük. İqtisadiyyatın artım templəri zəifləyib və bu da avtomatik olaraq, iqtisad elminə uyğun olaraq insanların dolanışığına, güzaranına və gəlirlərinə təsir göstərir. Yəni, sadə dillə desək, biz çoxlu milli gəlir yaratmalıyıq ki, onu paylayanda da hamımıza daha çox pay düşsün, obrazı desək. Bizdə indi o milli gəlirin yaranmasında problem var. 20-ci ildən bəri, düzdür, onun obyektiv səbəbi pandemiya idi. Pandemiyadan sonra bütün dünyada iqtisadiyyatda dalğalanmalar oldu. Amma Azərbaycana daha çox təsir elədi, çünki Azərbaycan həm də enerji ölkəsidir. Neftin qiyməti bir ara xeyli aşağı düşdü, 50 dollar, 60 dollar civarında oldu, hətta 40 dollara düşən vaxtları da oldu. Amma sonradan qalxdı. Ukrayna müharibəsi başlayanda 22-ci ildə biz 100 dolları keçən qiymətlər də gördük. O zaman biraz bu iqtisadiyyatın zəifləmə tempi aşağı düşdü. Bizə dəstək oldu təbii olaraq. Nəticə itibarilə 22-ci ildən sonra bir sabitlik yarandı iqtisadiyyatda. Amma bu sabitlik inkişaf demək deyil. Yəni, sabitlik bəzən start üçün yaxşıdır. Siz ərdasa bir start götürmək istəyirsinizsə, bir sabit vəziyyət yaradırsınız. Sonra oradan bir qaçmaq üçün, necə deyərlər, start vəziyyətdən istifadə edirsiniz. Bizdə təqribən 23-cü ildən bəri iqtisadiyyatda iqtisadi artım templəri 1,5, 1% bu civardadır. Bu il isə ümumiyyətlə ilk 5 ayını götürsək, ÜDM-in artım tempi 0%-dir, yəni artım yoxdur. Bu da avtomatik olaraq insanların güzaranına təsir eləyir, dolanışığına təsir eləyir, aldığı əmək haqqıya təsir eləyir və təəssüf ki, bizim orta aylıq əmək haqqı, minimum əmək haqqı artıq qonşulardan geri qalır. Məsələn, Gürcüstandan xeyli dərəcədə geridəyik. Orta aylıq əmək haqqında haradasa 200 dollar fərq var. Yəni, onların aldığı maaşla bizim orta aylıq əmək haqqı arasında. Bu da təbii olaraq insanların, belə deyək də, ən azından narahatlılığına səbəb olur. Çünki gəlirlər azalır, amma qiymətlər yerində durmur. Heç olmasa inflyasiya da bir normal səviyyədə olsaydı, insanlar bu gəlir azalmasının, inflyasiyanın təsirlərinin da az olduğuna görə biraz daha rahat atlata bilərdilər. İndi inflyasiya da yüksəkdir. Əsasən də ərzaq inflyasiyası yüksəkdir və çox maraqlı bir statistika var. Mən bunu həmişə misal olaraq göstərməyə çalışıram. Çünki bu elmi deyil, korrelasiyası çox azdır, elmi korrelasiyası azdır, amma belə mənzərəni aydın göstərmək üçün çox yaxşıdır. Bizdə aylıq hər bir vətəndaşın xərclərinin 50% ərzağa gedir, rəsmi rəqəmlərə görə. Təqribən 15% kommunal xidmətlərə gedir, təqribən 5%-dən biraz çoxu sağlıq xərclərinə gedir, yəni dərman, hansısa sağlıq problemlərinə. Yəni, bu onu göstərir ki, biz 70% xərclədiyimiz hər 100 manatın 70%-ni ərzağa, dərmana və kommunal xidmətlərə yönəltməyə məcburuq. Bu çox yüksək göstəricidir. Bu, belə deyək də, kasıblıq əlamətlərindən biridir. İnkişaf etmiş ölkələrdə, Avropa ölkələrini götürsək, ərzağa xərclənən vəsait ay ərzində insanın xərclədiyi vəsaitin 9 ilə 20% arası dəyişir. Yəni, ən yaxşı halda 9%-dir, məsələn, Almaniyada 9%-dir, İtaliyada məsələn 14%-dir, Portuqaliyada 20%-dir. Onlar bəd xərclərdir. Onlar az qazanırlar deyə xərc içində ərzağa xərclədikcə o təşkil edir, faiz nisbətində artır. Almanlar daha çox qazanır, belə deyək. Amerikada da təqribən 15-20% arası ştatdan ştata dəyişir. Bu niyə vacibdir də? Yəni, insan xərclədiyi vəsaitin cəmi 15%-ni, 10%-ni ərzağa xərcləyəndə bunun əlində böyük vəsait qalır ki,
öz inkişafına xərcləsin, səyahətə xərcləsin, sağlamlığına xərcləsin, özünü inkişaf etdirmək üçün hansısa kurslara yazılsın, dil öyrənsin. Yəni, bütün bunlara daha çox vəsait qalır. Bizdə problem odur ki, biz xərclədiyimiz vəsaitin 50%-ni, yenə təkrarım, bu rəsmi rəqəmdir, Statistika Komitəsinin rəqəmidir. Hətta bu rəqəmi səsləndirəndə adi insanlar buna etiraz edirlər ki, 50% azdır. Bəzi hallarda bizim 70-80% ərzağa gedir qazancımızın, xərclədiyimiz vəsaitin. Ola bilər, elə ailələr də var doğrudan da. Ona görə də xərclənən vəsaitin böyük bir hissəsi ərzağa gedəndə və bir hissəsi də kommunal xidmətlərin və dərman preparatlarının ödənişinə xərcləyəndə insanın özünü inkişaf etdirmək üçün əlində vəsait qalmır. Səyahət etmək üçün vəsait qalmır. Dil öyrənmək üçün, tamaşaya getmək, kinoya getmək, kitab almaq, bütün bu mədəni, belə deyək də, tədbirlərdən kənarda qalır. Çünki vəsaiti buna yetmir. Bunun özü artıq problemdir. Yəni, Azərbaycanda, bəli, belə çox qara bir rəsm çəkməyə ehtiyac yoxdur. Çox da qara deyil rəsm. Amma təəssüf ki, artıq boz rəngdir. Yəni, belə obraz desək. Yəni, artıq o yüksək templə inkişaf edən Azərbaycan modelindən inkişafımızın templərinin aşağı düşdüyü və əhalinin inflyasiyanı da nəzərə alaraq real gəlirlərinin artmadığı bir Azərbaycana gəlib çatmışıq. Siz rəqəmlərin dili ilə də danışdınız. Çünki iqtisadiyyat onsuz da rəqəmsiz mümkün deyil və izah etmək olmur. Bəli. Və burada o paraleli də apardınız ki, Ermənistanla bizim aramızda Gürcüstan və Ermənistan. Gürcüstan, yəni biz Qafqaz regionu nəzərdə tuturuq da. Nədənsə elə biz bütün sahələrdə elə bil onlardan geri qalırıq. Baxmayaraq ki, bizim ərazimiz də onlardan artıqdır, çoxdur, əhalimizin sayı da onlardan çoxdur, resurslarımız da, təbii sərvətlərimiz müqayisə olunmaz dərəcədə çoxdur. Müqayisə olunmaz dərəcədə artıqdır. Bəs niyə əks dinamika ilə gedir? Çox gözəl. Bu izah etmək üçün biraz, belə deyək də, iqtisadiyyatımızın, hər üç ölkənin iqtisadiyyatının strukturuna baxmaq lazımdır. Strukturuna baxanda mənzərəni biraz açıq görmək olur. Ermənistan biraz fərqlidir. Düzdür, Ermənistanda niyə fərqlidir? Çünki Ermənistan Rusiyaya sanksiyalardan yan keçmək üçün çox böyük yardımlar eləyir. Baxmayaraq ki, üzdə sanki dava eləyən iki qonşu və yaxud da dost fərqi yoxdur, ifadə edəcək, təsəvvürləri yaradırlar axırıncı aylarda xüsusən. Amma rəqəmlər bunun tam əksini deyir. 22-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlamamışdan öncə, 21-ci ilin rəqəmlərini götürsək, onlar arasında, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2,7-2,8 milyard dollar. Qarşılıqlı ticarət dövriyyəsi. 23-cü ildə birdən-birə bu 14 milyarda qalxdı. 14 milyard dollara qalxdı. Xeyr. Bəli. 24-cü ildə təqribən 12-13 milyard dollar civarında oldu. Biraz düşdü. 25-ci ildə biraz düşdü. Düşüb 8-9 milyard dollara. Niyə? Çünki artıq Rusiya Ermənistandan kənarda daha ucuz və daha rahat sanksiyalardan yan keçməyə Singapuru, Qonkongu, Birləşmiş Ərəb Əmirliyini və digər ölkələri də anlaşa bilirlər. Sadə dillə desək. Amma Ermənistanın iqtisadi inkişafında bu amil çox ciddi rol oynadı. Çox böyük vəsait daxil olur Ermənistana, Rusiyadan və bu vəsaitin dövriyyəsi, Ermənistanda yan şirkətlərin yaranması ki, bu sanksiyalardan yan keçmək üçün kömək eləyir Rusiyaya. Mən bir fakt deyim sizə. İlk dəfədir ki, son 2 ildə Ermənistanda ən böyük vergi ödəyicisi telefon satan şirkət olub. Mobil telefon satan şirkət olub. Ən böyük. Əvvəllər dağ mədən sənayesi idi, əvvəllər elektrik şəbəkələri idi, qaz şəbəkəsi idi. İndi 2 ildir, 24-cü, 25-ci ildə telefon şirkəti olub. Niyə? Çünki məşhur brendlər, istəyir Cənubi Koreya, istəyir Amerika brendləri, Çin özü satır. Bəli, Çinlə əlaqəsi var Rusiyanın. Ermənistana mal satmır və həmin o iPhone-lar, Samsung-lar və digər bu modellər Ermənistan üzərindən Rusiyaya satılır. Və bu da əlavə gəlir gətirir Ermənistana. Yəni, burada bir təbii, orqanik artımdan daha çox sanksiyalardan yan keçmək üçün Ermənistanın istifadə olunmasından danışa bilərik. Amma əhali üçün bunun nə fərqi var ki? Belə baxanda da. Əhali dolanışıq istəyir. Sən sanksiyalardan yan keçmirsən, Rusiyaya kömək eləyirsən, eləmirsən. Əhalinin dolanışığı artmağa başladı. Çünki pul yarananda, əlavə qazanc yarananda iqtisadiyyatın xüsusiyyəti budur. Nə qədər çox xərcləyirsənsə, əhali olaraq,
Nə qədər çox qazanırsansa, bir o qədər çox xərcləyirsən, nə qədər çox xərcləyirsənsə, yeni iqtisadi fürsətlər yaradırsan. İqtisadiyyatın çarxlarının daha çox dönməsinə şərait yaradırsan. Gürcüstan fərqli modeldir. Gürcüstanda təqribən 2003-2004-dən sonra doğrudan da köklü Saakashvilinin dövründə, indi onu bəyənməsələr də, onun da səbəbləri var, obyektiv səbəbləri var. Bəyənməsələr də köklü islahatlar getdi və Gürcüstanın ən böyük özəlliyi eksklüziv bir tranzit ölkəsi olmasına dayandı. Yəni, məsələn, Ermənistan və Azərbaycan arasında münaqişə olmasaydı, Ermənistan özünü belə çox axmaq və belə ağılsızcasına işğalçı siyasət aparmasaydı, Gürcüstan bugünkü Gürcüstan olmayacaqdı. Dəqiq. Doğrudan. Çünki kommunikasiyaların keçməsi, hansı ki, indi artıq müzakirə olunur, trip layihəsi və s. O vaxtda münaqişə olmasaydı, zaten Ermənistandan keçəcəkdi. Çünki çox qısa, ən qısa yollardan, bəli, həm də effektiv yoldur, coğrafi nöqteyi nəzərdən də. Məsələn, Bakı-Tbilisi-Ceyhan çəkiləndə çox böyük problemlərlə, dağlıq bölgələrlə biz qarşılandıq. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu çəkiləndə də bir neçə, səhv eləmirəmsə, 8 ya 9 tunel tikintisinə ehtiyac yarandı. Çünki çox qəliz bir coğrafi relyefi var. Amma bu eksklüziv modeldən, Gürcüstanın bu eksklüziv provider olmasından ağılla istifadə elədilər. Bir turizm üçün açdılar ölkəni. Çünki əgər biz, belə deyək də, yaxşı mənada Gürcüstan öz-özünə qərar verdi ki, biz koridoruqsa, biz keçidiksə, gəlin elə turist keçidi də bizdən olsun, mal keçidi də bizdən olsun və bunu hekayələr quraraq, müxtəlif hekayələr yaradaraq turizmi satmağı bacardılar Gürcülər. Hətta miflər uydurmağa başladılar. Mənim ən çox sevdiyim hekayə orada odur ki, məsələn, Kalxida haqqında dastan var da, bu qədim Yunan miflərindən biridir ki, qızıl dəri, qoyun dərisi olub, haradasa Kalxidada, onu da gəlib Yunanlar aparıblar. Onlar dırnaq içində sübut elədilər ki, belə bir kənd var Gürcüstan ərazisində və doğrudan da o dəri orada olub və 400 min həmin kənd turist qəbul edir il ərzində. 400 min. Bir kənd, bir bölgə. Yəni, təsəvvür eləyin. Yəni, bu o deməkdir ki, hekayəni sata bildilər də. Yunanlar gəlir, İtalyanlar gəlir, Avropalılar gəlir və bu hekayəni sataraq da 7 milyon turist qəbul etməyə qədər gəldilər, çatdılar. İldə 7 milyon turist qəbul edirlər ki, möhtəşəm rəqəmdir də, əhalisinin 2 dəfə çox. Amma bizə heç o rəqəmin yarısına çata bilmir. Nə yarısına? Bizdə mən sizə 2 milyonu deyəsən keçmir. 2 milyonu keçmirik. 1.7 keçən il oldu məsələn. Yəni bu turizm modelidir. Turizm niyə əhəmiyyətlidir? Turizm həm də ona görə əhəmiyyətlidir ki, turizmin multiplikativ effekti var. Turizm öz arxasınca ən azı 11 iqtisadi sahəni aparır. Xidmət sahələri ilə yanaşı inkişaf, istehsalla bağlı. Əlbəttə, məsələn, otellərə sabun lazımdır. Sabunu kimsə istehsal eləyir, gətirir, otelə verir. Dəsmal lazımdır. Qida istehsalı, mebel təmiri. Yəni, çox şeydə bir neçə sahə var ki, 11-ə yaxın sahə var ki, öz arxasınca aparır. Və Gürcüstanda bu belə multiplikativ effekt haradasa 2007-2008-dən sonra ciddi şəkildə hiss olundu. Bunun ardınca da çox doğru vergi siyasəti yürütdülər. Əsasən yükü, belə deyək də, kiçik orta sahibkarlıq üzərinə qurdular. Yükü yaxşı mənada, yəni iqtisadiyyatın inkişaf modelini. Məsələn, orada Gürcüstanda 500 min lariyə qədər dövriyyəsi olan sahibkar 1% vergi verir. Başqa heç bir vergi növü yoxdur. Heç bir vergi növü. İndi siz onun, belə deyək də, başına tapanca da dirəsəniz, o vergidən yayınmaz. Əlbəttə. Çünki vergidən yaymaq çox böyük cərimələr var. Bir də ki, niyə yayılsın ki? 1% verir də. Yəni, 500 min lari dövriyyəsi olur, 5 min lari ildə vergi verir. Yəni, bu nə deməkdir ki, heç nə? Yəni, ona görə də, bax, bu kiçik sahibkarlıq üzərinə qurulmuş model öz effektini verdi. Rəqəmsal olaraq baxsaq, ölkə iqtisadiyyatının 1/3, ən azından 1/3, sırf kiçik sahibkarlardan qaynaqlanır. Orta sahibkarları da bura qatsaq, 60%-ə qalxır. İqtisadiyyatın, belə deyək də, onurğa sütununu təşkil edir. Bizdə kiçik sahibkarlıq 7%-dir. Büdcənin formalaşmasında cəmi 7%-lik paya malikdirlər. Həddindən artıq kiçik, həddindən artıq, belə deyək, zəif bir göstəricidir. Və bu, hər iki ölkənin öz spesifik xüsusiyyətləri olduğunu nəzərə alaraq ondan istifadə elədilər. Biz isə köklü və fundamental islahatları aparmaqda gecikdik.
Və bu gün artıq Azərbaycanda fundamental səbəb, iqtisadiyyatın qarşısında duran səbəb artıq qanunvericilik bazasıdır, iqtisadi sistemin özüdür. Məsələn, bir misal deyim sizə, 2016-cı ildən bu günə vergi məcəlləsinə 1000 dəyişiklik olunub, 1000-dən çox. Əgər bu qədər dəyişiklik varsa, bunu elə... Yəni, irili xırdalı... Bəli, maddələrə götürsək, 323 maddədə səhv eləmirəmsə, 300-ə yaxın maddə var vergi məcəlləsi. Bunun özü elə həddindən artıq çoxdur. Vergi məcəlləsini bilmirəm, görmüsünüz, bu qalınlıqda bir böyük bir kitabdır da, yəni. Onu bir, o da problemdir. Onu hələ bir qurağa qoyuram. 2016-dan bura bu qədər dəyişiklik olunubsa, bu sahibkar üçün çox böyük baş bəlasıdır da. Bu bir sistemə öyrənir, 6 aydan sonra sistemin oyun qaydası dəyişir. O, İngilislərin məşhur sözü var, deyir, futbol niyə populyardır? Çünki yaranandan bugünə barmaqla sayılacaq qədər dəyişiklik oldu. İnsanlar oyun qaydasını bilir ki, out oldu, əllə atmalısan, kücdən zərbəni ayaqla vurmalısan, offside nə deməkdir, onu hamı bilir, qolda cizgini keçəndə olur. Amma bizdə elə bil ki, iqtisadi oyunçular oyuna başlayır, 10 dəqiqədən sonra hakim fit çalır ki, out'u da başla atmaq lazımdır, əllə yox. Onlar da qarışdırırlar, yəni bu çox ciddi problemdir. Biz 2021-ci ildə təklif elədik ki, gəlin sıfırdan bir vergi məcəlləsi yazaq da. Zaten gec-tez olacaq. Siz yəni partiya olaraq? Partiya olaraq, bəli. Və bunun hətta konturları ilə bağlı, yəni hansı formada biz bunu görürük, mediada da açıqlamalar verdik və şəxsi görüşlərimiz də olur. Yəni müxtəlif dövlət hökumət nümayəndələri görüşürlər, sağ olsunlar, fikirlərimizi alırlar ən azından. Və doğrudan da bir konsensus fikir var idi əslində ki, bu olmalıdır. Hətta xatırlayırsınızsa, İqtisadiyyat Naziri bununla bağlı anons da verdi. 2-3 il bundan qabaq ki, 3 il bundan qabaq ki, biz yeni vergi məcəlləsi hazırlayacağıq. Amma 3 il keçib hələ bir şey yoxdur. Bu niyə vacibdir də? Çox sadə mən də elmi terminlərlə bizim izləyicilərimizi yormaq istəmirəm. Vergi məcəlləsi həddindən artıq sadə, həddindən artıq az və həddindən artıq başa düşülən olmalıdır. Məsələn, bunun belə dünyada bir örnək kimi Dubay variantı deyirlər, Birləşmiş Ərəb Əmirliyi. Nə inəsən məşğul ol, 5% vergi verirsən. Nə inəsən məşğul ol, nə istsən al, nə istsən saat, 5%. Bu, indi biraz qəlizləşdirirlər, çünki artıq insanları öyrətdilər. İndi artıq orada əlavə dəyər vergisi anlayışı gətirirlər və s. digər anlayışlar, düzdür, kiçik həcmlərdədir, bizdəki 2018% deyil, amma gətirirlər. Biz təklif elədik ki, gəlin ölkə iqtisadiyyatını müxtəlif sahələrə bölək. 10-11 sahə alınacaq da maksimum. Onların dövriyyəsindən vergi tətbiq etməyə başlayaq. Bizə nə lazımdır məsələn? Nə istəyirik? İstehsal. İstehsala gəlin 2% vergi qoyaq. Nə istəyirsən istehsal elə, sənin dövriyyəndən 2% vergi alacaq. O da az məbləğ deyil, çünki orada milyardlarla dövriyyə ola bilər də. Hə, sən tikinti ilə məşğulsan, 5% vergi ver. Məsələn, kənd təsərrüfatı ilə məşğulsan, 1% vergi ver. Qoyca bolluq olsun. Hə, sən ictimai yaşa ilə, restoran sahibisənsə 10% ver. Mən bilirəm ki, restorana gedəndə 10% də vergisi var. Rahat olun da, restoran şey deyil, axı gündəlik tələbat xidməti sahəsi deyil. Bax, belə bir çox bəsid, çox belə 20 səhifədən ibarət maksimum bir vergi məcəlləsi lazımdır ölkəyə. Yaxşı, bəs bunun tətbiqinə nə mane olur? Kulislərdən aldığım, söhbətlərdən eşitdiyim odur ki, birdən-birə buna getsək, bizim vergi daxil olmalarımız azala bilər. Məsələn, indi 8 milyard manata yaxın vergi yığırıq, gömrüyü kənara qoysaq, o azalacaq ola bilər 5 milyard. Mən anlayıram, azala bilər. Amma bizim bir təhlükəsizlik yastığımız var, neft fondunda, ondan istifadə edə bilərik. Və 2 il cəmi döşsək, yəni 2 il bu sistemi 30 dursaq, mən əminəm ki, 8 yox, 11-12 milyard yığacaq bu sistemlə. Sadəcə o 2 ili məhsuliyyətini heç kim öz üzərinə götürmək istəmir. Bəs bu boyda qurumlar, mərkəzi icra orqanları nədən ötürüdür? Yəni, İqtisadiyyat Nazirliyi var, onun strukturları var, onların gömrük komitəsi var. Onlar, bütün bu dövlət qurumlarının bir ortaq özəlliyi və mənfi cəhəti var. Hamı səlahiyyət istəyir, heç kim məsuliyyət istəmir. Problem oradandır, səlahiyyəti var. Məsuliyyəti öz üzərinə götürməlidirlər də. Kim çıxmalıdırlar, deməlidirlər ki, bax, biz bu yolla gedirik.
Onun əvəzinə cərimələrlə büdcəni Bəli. formalaşdırmağı düşünürlər. Çox yaxşı bir yerə gəldiniz, çünki insanlarımızı ən çox maraqlandıran məsələlərdən biridir. Bu haqda da çoxlu publik çıxışlarımız olub, belə bunu bir ümumiləşdirib sizin verilişdə Çünki daha. dünyada mən bilmirəm, bunun oxşarı var bizdəki kimi. Ümumiyyətlə dünyada cərimə anlayışı insanların davranışlarının tərbiyəsidir. Büdcəyə doldurmaq vəsait deyil. Üstəlik elə bunu proqnozlaşdırmaq söhbəti. Əlbəttə o deməkdir ki, sən Şəxsən mən iqtisadçı olmuyor, mənə Hə, gülməli yəni gəlir ki, bizim məmurlar bizə güvənmir də. Deyir zaten sən cərimələnəcəksən. Gəl bəri başdan sənin cəriməni. Yo, Maliyyə proqnoz- Naziri o illəri nə vaxt idi? Ötən il, iniş il hesabat verəndə Milli Məclisdə deyir 1 milyard deyə 2 milyard 1 biz milyarda proqnozlaşdırmışıq. Bəli. Yəni mən anlaya bilmədim. Necə proqnozlaşdırmısan? Mən mütləq belə çıxır ki, yol hərəkətini pozacağam. O da Həsən də yəni pozacaq. dövlət planlaşdıranda varsaymalıdır ki, vətəndaşı heç bir qaydanı pozmayacaq. Ondan çıxış eləmək əvəzinə 100% elə bil bunlar elə nizamlayırlar ki, biz mütləq pozmalıyıq. O aydındır, amma mən məğzi nədir də bu məsələnin? İqtisadiyyat əslində çox da belə qəliz və dəqiq elm deyil. Dəqiq elm deyil ona görə deyirəm ki, iqtisadiyyatda bir problemin həllinin müxtəlif yolları var. Riyaziyyatda bilirsən ki, 2 üstə gəlir ki, 4 eləyəcək də, özünü öldürsən də 4-dür, elə öldürməsən də 4-dür. Amma sizin hədəfiniz, məsələn, iqtisadiyyatda bu fincanı su ilə doldurmaqdırsa, bunun bir neçə yolu ola bilər. Bir suya tətbiq eləyə bilərsiniz ki, hamı növbəyə düzülsün, doldursun. Bir fincanın özünə təşviq tətbiq eləyə bilərsiniz. Belə çox obraz desək, sağdan da, soldan da iqtisadiyyatda yollar var. Mərkəzdən də var. Yəni bu siyasi baxışları var, dünya görüşünə aid məsələdir də. Yəni bir problemin bir neçə üsulla həlli var. Məsələn, mən sosial dövlət anlayışını qəbul etmirəm. Mən düşünürəm ki, dövlət balıq paylamamalıdır, tilov verməlidir və balıq tutmağa mane olmamalıdır. Və salam. Yəni bunun çox bəsit və uzun zamandır bu misalı dünyanın bir çox yerlərində istifadə olunan bir misaldır. Bizdə nə baş verir? Bizdə hökumətin ən böyük səhvi problemin təsbitindədir. Problem təsbit olundu ki, büdcənin gəlirləri azalır. Və həmən çözüm yolu kimi büdcənin gəlirlərinin azalmasının qarşısını almaq üçün vergi, rüsum, cərimə və lisenziya pullarının artırılmasıdır. Və iş adam, mən cərimə deyəndə bir şəxs vətəndaşları düşünmürəm. Mən cərimə deyəndə həm də biznesi düşünürəm də. Çünki elə biznesdə elə cərimələri var ki, bizim dodağımız uçar eşitsək. 5 min, 15 min, 20 min cərimələr var. Onlar da mal və xidmətin üzərinə gəlir axı. Qiymət artımına səbəb olur da, biznesi də bankrot eləyir. Yəni, xət bunu götürdülər ki, büdcə gəlirləri azalır. Gəlin biz büdcə gəlirlərini artırmaq üçün vergi, rüsum, cərimə və lisenziya pullarını artıraq. Hə, məntiqlə, düz məntiqlə. Baxanda, hə, deyirsən ki, düz deyir də, büdcə azalıbsa, gərək daha çox pul cəlb eləyək. Büdcə gəlirləri də azalır deyəndə, bizdə də büdcə əsasən nəyin hesabına formalaşır? Neft qazın enerji daşıyıcıları. Hə, bəli. Yəni biz qeyri-neft sektoruna köklənmirik. Oradan gəlirlərlə büdcəni formalaşdırmaq yolları barədə elə bil düşünmürük. Tamamilə haqlısınız. Bütün fikrimiz, zikrimiz yalnız odur ki, görəsən neftdən, qazdan bizə nə qədər pul gələcək. Bax, indi ən Neftin, qazın da qiyməti oynayan kimi bizim büdcəyə o saat təsir. Gəlin, ən maraqlı Ondan sonra nöqtəyə kənd gəldik. təsərrüfatı və sənayenin inkişafına köklənmək lazımdır. Razıyam sizdən, amma biraz fərqli razıyam, indi onu deyəcəm. Yəni, bu büdcənin gəlirlərinin azalması səbəb deyil, nəticədir. Bəli. Səbəb isə iqtisadiyyatın daralmasıdır. İqtisadiyyatın çaxlarının zəif dönməsidir ki, iqtisadiyyat böyümür deyə vergi, rüsum daha az daxil olur büdcəyə. O zaman vergi və rüsumları artırıb, cərimələri və lisenziya pullarını artıranda siz nə edirsiniz hökumət olaraq? Vətəndaşın və biznesin daha çox vəsaitinin cibindən götürürsünüz. Götürəndə nə olur? Əli dayı dünənə qədər 1000 manat qazanırdı, onu xərcləyirdi, mən vətəndaşa gəlirəm, indi biznesə də deyəcəm. İndi siz o 50 dayıdan 100 manat, 150 manat cərimə alanda, o 800-850 manat xərcləyirsə, onun vergi öhdəliyi yaranır o 850 manatında, əlavə dəyər vergisi, gəlir vergisi, dövriyyə vergisi. Deməli, siz dövriyyəni zaten azaltdınız bəri başdan. Deməli, o da qorxur ki, bir də cərimələnə bilər. Artıq 800 manat xərcləmir, onun 200 manatını da balıqçının arxasına qoyur ki, qara gün pulu deyirlər də bizdə. O qara günə saxlayır. Deməli, o xərclərini azaldır. Xərclərini azaldanda nə olur? İqtisadiyyat daha da daralır. İqtisadiyyat daralanda nə olur? Vergi daha az daxil olur.
Yəni səhv yerdən başlayıblar deyə problemin həllinə, Bəli. problemin daha da dərinləşməsinə səbəb olurlar. Siz gərək hədəf qoyasınız ki, vergi büdcədə olacaq. Büdcənin bir tərəfində olmasa neft fondumuz var. Nəyə yığmışıq? Xalqın puludur da o. Xalqın puludur, 80 milyardımız var. Lap yaxşı. Biz bu puldan xeyli dolana bilərik. Büdcəni dotasiyada saxlaya bilərik bir müddətdə. Büdcə az da olacaq, 1 milyard dollar da artıq götürərik oradan. Nə problem var ki? Xalqımızın yenə deyirəm puludur. Gəlin onda hədəfimizi dəyişək. Hədəfimizi eləyək kiçik orta sahibkarlığın inkişafı, biznesin çaplarının dönməsi. Yaxşı, burada nə lazımdır? Əksinə vergiləri aşağı salmaq, əksinə nəzarəti azaltmaq, nəzarət edici qurumların sayını azaltmaq, cərimə edici qurumların sayını azaltmaq. Amma biz nə görürük? Əksini görürük. Biz görürük ki, hər gün bir publik hüquqi şəxs yaradılır. Obraz desək, hər gün indi ildə bir dəfə, 2 dəfə və onlara yoxlama və cərimə hüququ verilir. Məsələn, AKTA hamının belə deyək, zara gəldiyi bir iş adamlarından gedir söhbət, bir təşkilat. Həm sağlamlıq qorumaq üçün, qida təhlükəsi üçün lazımdırmı? Lazımdır. Amma gəlir elə bir nöqtəyə çatır ki, onların fəaliyyəti. Məsələn, gedirlər rayonlarda, samavar çayı satanı cəriməliyirlər ki, sən ekologiya ziyan vurursan. Göyə tüstü gedir. Qardaş, bu tüstü 100 min ildir gedir. Və heç bir ekologiyada ziyan vurulmayıb. Bu ekologiya və iqlim dəyişikliyinə kababın tüstüsü, samavarın tüstüsü təsir etmir. Nöqtə. Əksinə, o ətrafdakı ağaclar üçün qidadır da. Ağac neyinir? Karbon alır, oksigen buraxır. Sən buna bir karbon ver ki, oksigen də buraxsın da. Qoy o tüstünü udacaq o ağac. Təsəvvür haşiyə olaraq deyim ki, yol qırağına fikir verin, avtomobil yolların qırağında. Ən yaşıl ağaclar avtomobil yoluna yaxın yerlərdə olur. Niyə avtomobilin tüstüsündən qidalanır da onlar? Yəni, bu nöqteyi nəzərdən, bax, bu qurumların olması, yoxlayıcı qurumların, cərimə edici qurumların olması iqtisadiyyatı daha da daraldıb. Və bugün bizim yaşadığımız mənzərə məhz ondan ibarətdir. İndi siz nədə razılaşmadığımı deyim sizin o cümlənizdə. Kənd təsərrüfatıdır, istehsaldır, nə başqa. Bunu dövlət müəyyənləşdirməməlidir. Dövlət tam sərbəstlik verməlidir. Bəlkə bizdə elə insanlar çıxacaq ki, bizim ağlımıza gəlməyən sahələri inkişaf elətdirəcək. Yəni o tələb təklif məsələsi Əlbəttə, əlbəttə. Həm də insanımızın kreativliyi ilə var da. İnsanlarımız, bizim insanlar pul qazanmağı sevir, pulu sevir və bu ayıb deyil. Pulu sevmək ayıb deyil, pul qazanmaq istəyir də adam. Bunun nəyə ayıb olsun ki? Mən o fikrinizdən tam razıyam, amma burada özümün müşahidə elədiyim nə var? Tutaq ki, hamı görür, məsələn də taxıldan daha yaxşı pul qazanmaq olur. Rayonun ərazisinin şəraitinə, iqlim imkanına, torpaq imkanına baxmayaraq, hamı elə bil bütün rayonlar başlayır sanki bəhsə-bəhsə, yəni iş adamlar, hamı taxıl əkməyə. Taxılın qiyməti düşür də sonra. Yox, düşür, amma o bir yandan olmazmı? Bunu bir yaxşı mənada da yüngül bir müdaxilə ilə elə nizamlama olar ki, çay da istehsal etsinlər, pambıq da istehsal etsinlər, taxıl da, yəni hər şeyin bolluğu razıyam sizdən, amma bütün gücü taxıla yönəltmək. Biz onda gərək Kənd Təsərrüfatı Nazirliyini beyin mərkəzi kimi görək. Bəli. Onlar fermerin köməkçisi, məsləhətçisi və əlindən tutan bir onların başının üstündə duran və başının üstündə Damokl qılıncı kimi asılı qalan nazirliklərə bizdə onda ehtiyacı olmamalıdır. Bizdə kiçik və effektiv hökumət modelinə keçməliyik də. Kənd Təsərrüfatı Nazirliyi beyin mərkəzi kimi deyə bilər ki, məsələn, ucarda filan şey əkilsə daha verimlidir. Məsələn, pambıqçılığa daha yararlıdır pambıq əkin. Amma məsələn, bəzi sahələr var ki, orada uzun pullara ehtiyac var, kreditlərə aşağı faiz. Məsələn, çayçılığı dediniz də. Birincisi onu deyim ki, bizdə o qədər mağazalarda satılan qədər çay istehsal olunmur. Bizim yerli məhsul adı altında mağazalarda çayının içində olan çay bizim deyil. O xaricdən alınır, Şri Lankadan, Nepaldan, Hindistandan alınır. Qablara doldurulma bizdə o baş verir. O Azərbaycan özü-özünü çayla 6-7% bəlkə də təmin eləyə bilmir. Tutalım ki, biz bu sahəni inkişaf elətdirmək istəyirik. Məsələn, Lənkəran çayı kifayət qədər keyfiyyətlidir, kifayət qədər təmizdir. Bir iş adamı çay kolunu əkib, ondan məhsul götürməsi üçün 6 il lazımdır. İndi siz gelirsiniz banka. Deyirsiniz ki, mən çayçılıqla məşğul olmaq istəyirəm. Eyvallah, əla. 100 min manat sənə kredit verirlər, ili 18%-lə. 6 ildən sonra da sən məhsul alacaqsan. Və onu satmağa başlayacaqsan da. Artıq bir 100% artdı. Gör, nə qədər sən
məhsul alana qədər sən bankrot olursan. Bəli. Sən hər il daha doğrusu 18 min bunun kreditini verməlisən. Deyirəm də 100%-dən artıq bu dədə 6 ilə. Deməli, nə lazımdır? Türkiyədəki o ziraət bank məntiqi lazımdır. Allah rəhmət eləsin Atatürkə, o Quranda ziraət bankı məhz ona görə dedi, çiftçinin yanında dur. Ziyanını sən qarşıla. Ziraət bank elə quruldu. Hələ də dövlət bankıdır da o. Biz niyə qurmayaq bir aqrar bank? Adı var da bizdə də. Ya aqrar bank yoxdur. Agrokredit var. Nə Var. O dövlət təşkilatıdır. Fermerlərə kredit verməyə yardımçı olur. Amma mən söhbət bankdan gedir. Aqrar bank, əqrar və sənaye bank qurulsa, dövlətin sərmayəsi ilə 1 milyard manatda ora pul qoy. Qoy layihə, amma vicdanlı və belə deyək də sərt nəzarət qabiliyyəti olan insanları orada qoymaq lazımdır. Qoy yüksək maaş alsınlar. Gözləri kiminsə əlində qalmasın. 10 min maaş alsınlar. Problem deyil o. Amma onlar layihələri vicdanla seçərək effektivliyinə qiymət versinlər də. Bizdə bu statistikanı siz də yəqin tez-tez görürsünüz də. Məsələn, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, bütün bu dövlət qurumları tez-tez deyirlər ki, biz kiçik sahibkarlara məsələn filan qədər kredit verdik, 100 milyon kredit verdik. Sərfəli şərtlərlə. Allah canınızı sağ eləsin. Bax, o 100 milyonun nə qədər effekti oldu? Neçə iş yeri yaratdı o? Xarici ticarətdə nə qədər paya malik oldu? Nə məhsul istehsal elədi? Hara satdı? O yoxdur. Bu ümumiyyətlə məsələ açıqlanmır. Bəli, yoxdur. Siz demiş, o biri tərəfi deyilir, amma bunun rəqəmlərlə ifadəsi ki, nə qədər iş yeri açıldı, Əlbəttə. Ümumdaxili məhsula nə qədər təsir elədi, rifah Əlbəttə. halımız göz qabağındadır da, siz demiş. Bax, iş yerləri ilə də bağlı. Bizi hələ çox böyük ixtisarlar gözləyir. Bunu bir anons kimi deyə bilərik. Bir də siz bayaq o deyəndə büdcə ilə bağlı məsələ. Büdcəni yeri gəlmişkən, o optimallaşdırma adı altında dövlət ştatlarının, ştat vahidlərinin azalması hesabına da qarşılamaq istəyirlər, yəni nizamlanmaq istəyirlər. O ümumiyyətlə yanlış. Yox, doğru yol nə vaxt ola bilər o? Bizdə doğrudan da büdcə təşkilatları, büdcədən maliyyələşən qurumların ştatı şişirdilib. Bir mənalı şəkildə şişirdilib. Bu, qohum, tanış, belə kiməsə ştat yer açırdılar, vəzifələr yaradırdılar. Bu azalmalıdır. Bizdə 880 min dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan var. Bu çox böyük rəqəmdir. Balaca ölkəyik biz. Yunanistan 2006-cı ildə ona görə iqtisadi böhrana daxil oldu ki, əhali sayı orada da 10 milyon idi və 1 milyonu dövlətdən maaş alırdı. Və effektiv də deyildi. Yəni, əlavə dəyər yaratmırdı da onlar. Və indi biz tutalım ki, dövlətin belə bir yanaşması var. Ola bilər ki, bu sahələrdə çalışan, büdcə qənaət etmək üçün ixtisarlar olmalıdır. Okey, olsun. Mən burada problem görmürəm. Problem ixtisar edib sonra düşünməkdədir. Sən bunu ixtisar etmədən öncə özəl sektorda elə gözəl şərait yaratmalısan ki, burada ixtisara düşən, hətta ixtisara lazım deyil, özü gəlib ərizə versin ki, mən gedirəm öz biznesimi qurmağa və yaxud da mən gedirəm özəl sektorda iş tapmışam. Özəl sektor boğulur, doğrudan boğulur. Sözün əsl mənası. Sizi inandırım, yəni günlərində bəlkə də 20-30 hər gün şikayət alırıq biz. Özəl sektordan, kiçik sahibkarlardan, orta sahibkar. Hətta bunun yəni Facebookda da, sosial şəbəkələrdə də görə bilərsiniz. Bir status yazan kimi mən altdan görün nə qədər iş adamı şərh yazır. Yəni orada boğulur. Bu tərəfdən də siz büdcənin qənaəti bəhanəsi ilə ixtisarlar edirsinizsə, onda nə olacaq? Adam buradan işini itirir, o tərəfdə də iş tapa bilmir. Deməli, insanlar kasıblaşacaq. Və kasıblıq insanların ən pis şey, insanların kasıblıqdan da betər bir şey, həyat tərzinin dəyişməsidir. Məsələn, yüksək maaş alıb, yaxşı dolanan insanın kasıblaşması, o daha böyük aqressiya yaradır. Dəhşətli dərəcədə. Və bu ölkəmizdə, bizim cəmiyyətdə ən böyük ümdə vəzifələrimizdən biri siyasi təşkilat olaraq da həm də, bir ziyalı olaraq da həm də bu aqressiyanın ölkədə cəmlənməməsidir. Aqressiya həmişə fəsadlara gətirib çıxardır. Ölkənin inkişafının qarşısında bir problemlər yaradır. Və biz də ona görə çağırışlar edirik ki, bu fəsadlar yaranmasın. İxtisarlar ola bilərmi? Ola bilər. Amma burada özəl sektorda o qədər çox iş yerləri yaranmalıdır. O qədər çox belə fəaliyyət növləri olmalıdır ki, insan özü gedib özəl sektorda çalışmağa üstünlük verməlidir. Deməlidir ki, mən 9-dan 6-ya qədər
Kimlərinsə danlağını eşitməkdənsə, şöbə müdürüm danlayır, onun müdürü danlayır, o danlayır, bu danlayır. Elə gedərəm öz işimi açaram, öz əlim, öz başım işləyərəm. Və bizdə dövlət büdcə təşkilatlarında işləyən insanlar kifayət qədər savadlıdırlar, kifayət qədər işgüzardılar. Sadəcə onların fürsətləri yaranmalıdır. Fürsətlər yarananda, inandırım sizə, onların iqtisadiyyata qatqısı, iqtisadiyyata verdiyi əlavə dəyər bizim ölkəmizin bir yerdən başqa yerə aparılacaq qədər güc verə bilər. Təşəkkür edirəm bu qədər ətraflı izah elədiniz. Söhbətimizin sonunda mən regionda baş verən məsələlərə istəyərdim münasibətimizi yönəldək, fikrimizi yönəldək. Ermənistanda bu yaxınlarda bilirsiniz ki, seçki oldu və Paşinyan baş nazir kimi növbəti dəfə rəhbərlik eləmək imkanı, fürsəti qazandı. 4 il 4 ayda artıq Rusiya ilə də Ukrayna arasında müharibə gedir. Yəni Rusiyanın daha doğrusu işğalçı müharibəsi deyək də. Və bu yandan da Amerika, İsrail və Qərbin birgə dəstəyi ilə İranla müharibə gedir. Yəni biz bu qalmışıq bu belə deyək, bu oyunların tən ortasında. Ümumiyyətlə Ermənistanda seçki Paşinyanın qələbəsi bizə yaxşı nə vəd eləyir? Bu bir Rusiyanın apardığı siyasət bizim üçün yenidən bir təhlükə yarada bilərmi, törədə bilərmi? Və İranla da bağlı məsələ sizcə nə fəsadlar aça bilər? Ermənistandakı seçkilər sürpriz. Yəni iqtisadçı siyasətə qarışmadan fəaliyyət göstərmir, siyasətçi də iqtisadiyyat. Əlbəttə, mənim universitetdə heç kimin xoşu gəlmirdi, amma mənim ən çox sevdiyim fənlərdən biri siyasi iqtisad idi. Yəni, mənim çox sevdiyim fənlərdən biri. Maraqlı bir şeydə cavab verməmişdən əvvəl, siz cavab verməmişdən əvvəl tamaşaçılar üçün xatırladım ki, siz gəncliyinizdə təhsil alandan sonra orduda xidmət eləmişsiniz və müharibədə iştirak eləmişsiniz. Sonra bir müddət orduda qalmışsınız, atəşkəsdən sonra və qaydandan sonra 8-9 il, 10 ilə yaxın biznes fəaliyyəti. Təqribən 95-dən 2003-2004-ə qədər. 8-9 il məşğul olmuşsunuz. Ondan sonra siyasi fəaliyyətə qoşulmuşsunuz. Yəni siz Allah'a şükür. İqtisadiyyatda mane olmasaydılar, şirkətlərimi inkişaf elətdirsəydi, bəlkə heç mən bugün siyasətdə də yox. Elə mən onu deyəcəkdim ki, yəni siz Allah'a şükür praktik həm də biznes mühitini bilən adamsınız. Nəzəri də bilirsiniz, praktik də bilirsiniz. Bu yandan da siyasi fəaliyyətlə məşğul olsunuz. Ona görə bu məsələlər sizə hər baxımdan aidiyyat ola bilən məsələlər. Təşəkkür edirəm. Ermənistan seçkiləri sürpriz olmadı, bu bir. Hətta Paşinyan üçün ən ideal nəticələndi bu iki. Çünki Paşinyan 64 ən azı səs yer qazandı parlamentdə. Hökuməti formalaşdıra bilər və dövlət vəzifələrinə də tək başına kimlərsə təyin eləyə bilər. Amma konstitusiyon çoxluq olmadı. Bu niyə görə Paşinyana sərfəlidir? Konstitusiyon çoxluq olsa, konstitusiyanın dəyişdirilməsi məsuliyyəti tək başına Paşinyanın üzərində qalacaqdı, onun partiyasının üzərində qalacaqdı. O istəyəcək ki və istəyirdi də ki, bunu yaysın, bütün xalqa yaysın, digər siyasi partiyalara yaysın və o məsuliyyət, belə deyək də, bölüşdürülsün siyasi partiyalar arasında. Və buna doğru da gedəcək. Orada da referendum olacaq, amma referendum, belə deyim də, müxalifətin əsas tezisi odur ki, bunu Azərbaycan tələb eləyirdiyinedir. Və bu da doğrudan da insanlarda, erməni əhalisində, onların düşüncə tərzi Paşinyanı 3 dəfə seçiblərsə, xeyli dəyişib insafən. Xeyli dəyişib. Amma hələ də o beyninin bir yerində qalıb da o ki, Azərbaycan bizə əmr elədi, biz dəyişdik. Bu tezis olmasın deyə Paşinyan sıfırdan yeni konstitusiya layihəsi təqdim eləyəcək. Və o konstitusiya layihəsində xalq üçün, insanlar üçün çox böyük konfetlər olacaq, necə deyərlər, şirin maddələr olacaq. Məsələn, sosial həyatla bağlı, mənzil hüququ ilə bağlı, təqaüdlə bağlı, təhsil hüququ ilə, sağlamlıqla bağlı çox belə şirin maddələr olacaq ki, vətəndaşlara da deyəcək, bunu iki şey görə eləyir. Bir, vətəndaşlara deyəcək ki, mən buna görə konstitusiyanı dəyişirəm. İki, əleyhinə çıxanlara, Köçəryanlara, nə bilim, Karapetyanlara deyəcək ki, o dəstəyə, deyəcək ki, görürsünüz xalqa, mən sizin güzəranınızı yaxşılaşdırmaq istəyirəm, bu vicdansızlar qoymurlar bizi işləməyə. Gedin, səs verin. Onlar da gəlib səs verəcəklər. Yəni, bu nöqteyi nəzərdən qurduğu konfigurasiya maraqlıdır. Qaldı ki, əsas intriqa nə idi? Rusiya müdaxilələri. Mən bunun bir 70%-nin, 80%-nin
belə deyək, siyasi tamaşa, siyasi mühəndislik olduğunu düşünürəm. 20% niyə görə saxlayıram yer? Çünki bəli, Paşinyan Moskvanı tam qane edən bir fiqur deyil. Bu aydın məsələdir. Amma Rusiya da o qədər də ağılsız deyil. Halbuki indi Ukraynadakı bataqlıq göstərir ki, o qədər ağıllı da deyilmiş. Amma tam da ağılsız deyil. O anlayır ki, Paşinyanın alternativi Ermənistanda bundan betər qərbpərəst olacaq. Bundan betər ingilis dilli olacaq. Bu heç olmasa rusca danışır. Eləsi gələcək ki, Putinlə ingiliscə danışacaq, tərcüməçi ilə danışacaq. Bax, onu nəzərə alaraq, Paşinyanın zəiflədilmiş formada qalması Rusiya üçün o qədər də problem deyil. Anlayırlar ki, elektoral yolla Rusiyada ruspərəst qüvvələrin hakimiyyətə gəlməsi mümkün deyil. Seçki yolu ilə mümkündür. Hə, çevrilişlə ola bilər, hansı qeyri-qanuni yollarla ola bilərmi? O ehtimal var, ola bilər. Amma seçki yolu ilə mümkün deyil. Amma ona görə də parlamentdə heç olmasa bir yer qazanaraq ruspərəst qüvvələrin Paşinyanın daim başının üzərində Damokl qılıncı kimi qalmalarını istəyirlər. Amma Paşinyanı tamamilə sıradan çıxarsalar, orada elə bir qüvvələr yaranacaq ki, artıq da yaranıb və getdikcə də güclənəcək. Tam qərbpərəstdilər, tam Rusiyadan qopmağın tərəfdarıdırlar, tamamilə qopmağın, bazanın çıxarılmasından tutun da sərhəd qoşunlarının çıxarılmasına qədər. Yəni, bunun olmasın deyə keçid fiqur kimi Paşinyan sərfəlidir Rusiyaya. Baxmayaraq ki, bu qədər üzərinə getdilər. Hə, üzərinə də getmələrini mən niyə gülə-gülə qarşılayırdım? Aprel ayından bəri Rusiya başlayanda ki, üstünə getməyə Paşinyanın reytingi 18% artıb. 30% idi, indi 49% aldı da. Deməli, bunu hesablamaq mümkün idi də, görürdülər bunu. Hər həftə sorğular çıxırdı. Rusiya üstünə getdikcə Paşinyan artır. Belə məntiqlə deməli qəsdən eləyiblər də. Məsələn, aprelin 1-də Putinlə Paşinyanın görüşü 22 dəqiqəlik canlı verdilər də. Paşinyan 3-0 futbol dili ilə desək uddu həmin görüşü. Niyə verirdilər ki o zaman? Putin orada çox zəif, çox mağmun bir vəziyyətdə idi. Paşinyan ona demokratiya dərsi keçirdi, azad internet, azad seçki dərsi keçirdi və Paşinyan o zaman Moskvaya gedəndə 29%lik reytinqlə getmişdi. Mart ayının göstəricisi 29% idi. Qaydandan bir həftə sonra ölçdülər, oldu 38%, sonra oldu 42%, indi də 49%-dən də birə çox səs aldı. Yəni, Moskva bunu qəsdən eləyirdisə ki, Paşinyanın reytingini qaldırsın, mən buna təəccüblənmərəm. Təəccüblənmərəm, doğrudan da. Və nəticə itibarilə o sanksiyalar, kənd təsərrüfatı sanksiyaları gələndə onun səsküyü real nəticəsindən daha çox idi. Məsələn, konyakı götürsək, konyakın bir tək Ararat və Noy şirkətlərindən başqa digərlərinə qadağa qoyulub. Amma əsas payı əsas 95%-də Araratla Noy şirkətindədir. Və yaxud da çox gülməli bir sanksiya da qoydu Rusiya. Mən orada bildim ki, artıq Rusiya belə deyək də siyasi lətifə stilinə keçib. Məsələn, üzümə qadağa qoyub, üzüm satışına. Ermənistandan gələn üzüm satışına qadağa qoyub. Üzüm sentyabrda yetişir. İndi bu qadağan eləmənin nə mənası var? Deməli, sən artıq, belə deyim də, siyasi, belə deyək də, lətifə stilinə keçmirsən. Və bir müddətdən sonra o qadağalar götürüləcək, vəziyyət normallaşacaq. Rusiya anlayır ki, Paşinyanla anlaşmaq, danışmaq, müəyyən məsələlərdə, bu o demək deyil, yeri gəlmişkən izləyicilərdə yanlış təsəvvür yaranmasın. Paşinyan Rusiyanın adamı deyil. Amma Rusiyaya başqalarına nisbətən daha rahat adamdır. Onun yerinə daha radikalları gələ bilər. Və ona görə də mən referendumun olacağına inanıram, sülh prosesinin sürətlə gedəcəyinə inanıram və inanıram ki, doğrudan da Cənubi Qafqazda bu TRIP layihəsinin də fəaliyyətə başlaması ilə bağlı doğrudan da yeni bir mənzərə yaranacaq. Hansı ki, ermənilərə görə bu mənzərə yaranmadı 90'larda. Bu yaranmalıydı. Bu mənzərə yaranmalıydı Baltikyanı ölkələrdə olduğu kimi 90'larda. Onların separatizm mərəzi və xəstəliyi olmasaydı. Və 90'larda bu yaransaydı, biz indi artıq çoxdan Avropa Birliyinin üzvüydük. Bütün üç respublikanın üçü də. Və Avropa Birliyinə üzvlükdə mən dəfələrlə olmuşam. Brüsseldə də, Strasburgda da 1000 dəfə bu haqda müzakirələrimiz olub. Avropa strukturları üçün ayrı-ayrı bizim ölkələrin heç bir əhəmiyyəti yoxdur. Onlar ayrı-ayrılıqda bizi nə texniki olaraq, yəni sərhəd məsələləri var da, nə siyasi, iqtisadi olaraq ayrı-ayrılıqda bizi öz tərkibində görmək istəmir. Görmək istəyirsə, mümkün olacaqsa üçümüzü də birdən görmək istəyir.
Yəni bunu da Ermənistan da bilir, Azərbaycan da bilir, Gürcüstan da bilir. Yəni bu nöqteyi nəzərdən də Avropa Birliyi ilə münasibətlərin timsalına baxanda, indiki bu yaradılan seçim illüziyasına baxanda ya Avropa Birliyi, ya Rusiya, Ermənistanda. Bu da mifdir. Ermənistan tək başına heç vaxt Avropa Birliyinin üzvü olmayacaq. Bunu Rusiya gözəl bilir. Heç sərhəddi yoxdur Avropa Birliyi ilə. Necə olacaq ki? Coğrafi olaraq mümkün deyil. Gələk indi sizin sualınızın digər hissəsinə qısa-qısa çalışacağım, ona da cavab verim. Rusiya-Ukrayna müharibəsində artıq pat vəziyyətidir. Uzun müddətdir. Və artıq kill zonalar, yəni o dronların nəzarət etdiyi zonalar əvvəl 10 kilometr, 15 kilometr idi. İndi 50, 70, 80, 100 kilometrə qədər uzanıb, heç kim irəli gedə bilmir. Nə Ukrayna, nə Rusiya. Və bu artıq pat vəziyyəti yaranıb və Rusiyanın da iqtisadi çətinlikləri indi başlayıb. Mən 22-ci ildə müharibə təzə başlayanda dəvət aldım Varşavada bir böyük konferansda. Çox belə ruh yüksəkliyi ilə bütün məmurlar, Avropalılar deyirdilər ki, biz sanksiya qoyduq, bir aya, 2 aya çökəcək Rusiya. Onun səhv eləmirəmsə videosu da var onların öz saytında. Mən çıxışında dedim ki, siz başa düşmürsünüz hələ. Rusiyanı hələ heç anlamırsınız da. Siz bugün sanksiya qoymusunuzsa 4 ildən sonra təsir eləyəcək. 3 il, 4 il keçməlidir ki, təsir eləsin. Çünki Rusiya yağlıdır. O yağlar, piylər əriməsinə zaman lazım olacaq. Onun alt qatlarında kifayət qədər çoxlu belə deyək də, resursu var. Elə də oldu, amma indi artıq təsir eləyir. İndi artıq inflyasiya yüksəlib, ümumdaxili məhsulları 1%-ə düşüb, artım tempi əvvəl 4-5% idi. İnsanlar kasıblaşır və ən vacibi müharibə Rusiyaya gəldi. Əvvəl Ukraynada idi müharibə. İndi evdən bayıra çıxa bilmir, hava limanına gedə bilmir, benzin almağa gedir, benzin ala bilmir, hava limanları qapalı, hər yerdə yanğın, tüstü, duman, dron hücumları, internet kəsilir, biznes bundan narazıdır. Yəni, Rusiya artıq o dərəcəyə çatıb ki, doğrudan da anlaşmaya hazırdır. Və anlaşmaya hazırdırsa, deməli, güzəşt etməyə də hazırdır da. Sadəcə Rusiyanın istəyi, əsasən də Trump və komandasından istəyi budur ki, Avropalılara güvənmir. Üzümüzü qoruyacaq bir sülh prosesi olsun. Yəni, Rusiya özünü qalib elan eləsin istənilən halda. Bax, belə bir qalibiyyət, o da nə ola bilər mənim düşüncəmdə? Məsələn, Krım məsələsində bir konsensus. Yəni, Krım artıq Rusiyanındır, Avropa, Ukrayna və Amerika bunu qəbul edir ki, Krım artıq Rusiyanındır. Bax, belə bir güzəşli, belə bir əlində paket olacaq, əlində xalqına təqdim eləyə biləcək bir uğur hekayəsi istəyir. Zelenski istəyi odur ki, bugün harada dayanmışıq, dayanaq, 5 il, 10 ildən sonra görək nə olur, Azərbaycan modeli. Hətta özləri etiraf edirlər bunu, Azərbaycan modeli deyirlər buna. O ki, qaldı İran və Amerika qarşı durmasına. Münaqişə başlayandan bu günə qədər də eyni fikirdəyəm, dəfələrlə də bunu səsləndirmişəm. Bu müharibənin ən maraqlı və təzadlı tərəfi o idi ki, İsrail ilə Amerikanın bu müharibədə istəkləri kökündən fərqlənir. Bir yerdə davranmaqlarına baxmayaraq. Kökündən fərqlənirdi. İsrail üçün İran institusional təhlükədir. Və onu hər bir formada aradan qaldırmaq istəyirdi. İstəyirdi rejim dəyişsin, parçalansın, fərqi yoxdur. Nə olur olsun, bu yəni, təhlükə bir dəfəlik aradan qalxsın. Amerikanın elə bir dərdi yoxdur. Amerikanın hətta rejimi dəyişmək kimi də bir istəyi yox idi. İstəyi olsaydı, müharibəni başlamazdılar. İranda bir altdan dalğa gəlirdi də. etiraz eləyirdi hamı. Əlbəttə insanlar artıq Pezeşkiyan çox ağıllı insandı yeri gəlmişkən. Özü çıxıb etiraf edirdi ki, cəmaət hələ müharibədən öncə. Cəmaət düz deyir. Biz bu ölkəni düzgün idarə etmirik. Resurs yoxdur, inflyasiyadır, aclıqdır və s. Müharibə əksinə xalqı konsolidasiya elədi hakimiyyət ətrafında. Amerikanın istəyi orada bir qorxulu rejimin qalmasıdır hər halda. Çünki ərəb ölkələrini, körfəz ölkələrini daim nəzarətdə saxlamaq üçün orada bir qorxu mənbəyi olmalıdır. Ona görə də İsrail ilə kökündən fərqli, belə deyək, baxırdılar deyə məsələlərə, fərqli də münasibət göstərdilər. Və mən əminəm ki, hansı ki, indi 19-unda imzalanacaq İsveçrədə müqavilə atəşkəslə bağlı. Bizim bəlkə də 30 ildən sonra, 25 ildən sonra hansısa gizli protokolları bu müqavilənin üzə çıxacaq. Həmişə belə olub. Bu tipli müqavilələrdə üzdə olan bir şey olub. Onun gizli protokolları daha maraqlı olub. Məsələn, tarixdə ən çox qalan Molotov-Ribbentrop paktıdır da. Onun bir var idi, elan olunan 40-cı ildə, bir də var gizli
protokollar hansı ki Baltikyanı ölkələri, Moldovanın bir hissəsi, Ukraynanın bir hissəsi SSR-nin işğalını keçdi. Yəni bütün bunlar gizli protokollarda olur. Burada da gizli protokollar olur, amma deyəsən bir yerdə qəsdən sızıntı elədilər, informasiya sızıntısı ki, İrana 300 milyard dollar investisiya qoyulacaq. Bu çox vacib bir detaldır. Və burada anlaşıblarsa, bilirsiniz, təhlükəsizlik çətiri heç də həmişə əlində avtomatla, silahla duran əskər olmur. Bəzən böyük investisiyalar olur. Böyük investisiyalar daha böyük çətir yarada bilir. Və doğrudan doğruda neft-qaz sektorunu açacaqlarsa Amerikanlara, İranın özü dəyişəcək, istər-istəməz də dəyişəcək. Milton Friedman da deyirdi ki, siyasi sistemin dəyişikliyi iqtisadi sistemin dəyişiklikləri ilə olur. İqtisadi sistem dəyişdikcə siyasi sistem mütləq dəyişəcək. Bu da olacaq İranda, mən buna əminəm. Çünki orada elə bir gənc nəsil yetişib ki, onlar başqa cür yaşamaq istəyirlər. Və o inqilab, artıq inqilabın, belə deyək, İslam inqilabının gətirdiyi romantizm ölüb orada. Eyni Sovet İttifaqı ilə mən çox bənzədirəm. Sovet İttifaqının ilk bolşevikləri ideoloji idilər də, canlarını verirlər. Onlardan sonra gələn raykomlar hamısı rüşvətxor. Rüşvət alırdılar, o ideoloji zat deyildilər. İndi eyni proses orada davam edir. Mən əminəm ki, əgər bu anlaşma qalıcı olsa, 60 gündən sonra nəhayət bir son anlaşma imzalansa, regionumuz üçün bunun çox böyük əhəmiyyəti olacaq. İranın açılması, dünya iqtisadiyyatına qazanması Azərbaycan üçün ciddi bir fürsətlər yaradacaq. Və bir çox xarici şirkətlər, qərb şirkətləri Azərbaycan üzərindən İrana getməyə çalışacaqlar. Çünki bura öyrəşiblər. Burada caz var, burada opera var, burada pub var. Yəni buranın mühitini öyrəşiblər. İranda tanımadıqları, belə də qorxduqları hətta mühit var hələ. O mühitin dəyişməsinə 10 il, 15 il lazım olacaq. Mühitin dəyişməsinə. Bəlkə də sistem ondan tez dəyişdi, amma mühit daha gec dəyişir də. Onların Azərbaycanı bir üs kimi görüb, bir mərkəz kimi görüb, buradan İrana investisiya qoymağa çalışacaqlar. Biz bunu etməsə Ermənistan edəcək. Və burada bir rəqabət yaranacaq və biz indidən bu rəqabətdə üstünlüyümüzü qorumalıyıq. Tək neft-qaz sektorunda yox, digər sektorlarda da Azərbaycan üzərindən İrana açılım və İran da böyük bazardır, 90 milyonluq bazardır və əminəm ki, İranda normal işlək bir sistem qurulsa, 10 ilə İranın iqtisadiyyatı bölgədə ən yüksək templə inkişaf edən iqtisadi ölkələrdən biri olacaq və rifah halı yüksələcək. Qonşumuzun rifahı yüksəlirsə, bizə də rifahımıza təsir eləyəcək. Çünki o tək qonşu deyil. Orada bizim 30 milyon, 35 milyon soydaşımız da yaşayır və bizim üçün İran yeni inkişaf driverlərindən birinə çevrilə bilər. Bizim ölkəmiz üçün, Azərbaycan üçün. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Xeyli məsələlərə toxunduq. Mənə də gəlir, məhsuldar oldu bizim təşəkkür edirəm. Söhbətimiz. Əziz izləyicilər, bir daha xatırladım ki, bugünkü söhbətim Real Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli idi. Kanala abunə yazılmağı, fikirlərinizi və təkliflərinizi bildirməyi unutmayın. Sağ olun, Allah amanda.